Vaxt itirmədən 24 noyabr, 30 noyabr həftəsinin həftəlik bürc şərhlərinə Qoç bürcündən dərhal başlayaq. Əziz qoçlar və yüksələn qoç bürcləri. Bu həftə sizin üçün olduqca yoğun və hərəkətli enerjilər daşıyır. Pasiv qalacağınız, kənara çəkilib gözləyəcəyiniz bir dövr deyil. Əksinə, planlarınızı sürətləndirəcəyiniz, addımlarınızı dəqiqləşdirəcəyiniz bir mərhələ başlayır. Keçən həftə daha çox başqalarının ehtiyaclarına görə hərəkət etmisinizsə, bu həftə öz istək və hədəflərinizi ön plana çıxarmağınız lazım olacaq. Həftənin ümumi temasına baxdıqda, Veneranın həm Yupiter, həm də Saturn ilə qurduğu müsbət əlaqələr sayəsində ev, ailə və yuva mövzularında dəstəkləyici inkişaflar gündəmə gələcək. Evinizlə bağlı planladığınız xərclər, alınacaq əşyalar və ya ev üçün ediləcək investisiyalarda rahat irəliyə biləcəksiniz. Bank əməliyyatları, kredit müraciətləri və ya evlə bağlı ödənişləriniz varsa, bunları da asanlıqla həll edə bilərsiniz. Ailə üzvləri ilə həll etməli olduğumuz məsələlər varsa, bu həftə onların da nəticələnəcəyini deyə bilərik. Ancaq Merkurinin pul sahəsində geri hərəkətdə olduğunu unutmayın. Şənbə gününə, yəni 29-a qədər maliyyə mövzularına əlavə diqqət yetirməyiniz lazım ola bilər. Ev və ailə ilə bağlı işlər zamanı gözlənilməz xərclər və ya planlanmamış vəziyyətlər ortaya çıxa bilər. Evin hesabı bazara uymaya bilər. Bu səbəbdən ehtiyatlı olmaq sizi rahatladacaq. Digər tərəfdən Saturnun irəli hərəkətinə dönməsi ilə uzun müddətdir yavaşlayan və ya sizi ruhən yoran mövzular artıq geridə qalmağa başlayır. Həm mənəvi sahədə, həm də xarici ölkə, təhsil, uzaq səyahətlər və hüquqi məsələlər kimi mövzularda daha möhkəm addımlar atacağınız bir dövr açılır. Öhdəliklərinizi dəqiqləşdirərək və sərhədlərinizi müəyyənləşdirərək irəliləyəcəksiniz. Merkuri şənbə günü düzələndə maliyyə baxımından rahatlama yaşayacaq. Kredit, borclanma və ya maliyyə dəstəyi ilə bağlı qərarları daha asan verə biləcəksiniz. Bazar günü Veneranın yay bürcünə keçməsi ilə səyahət etmək, gəzmək və yeni yerlər görmək istəyi artacaq. Partnerinizin qardaşları və yaxın qohumları ilə bağlı inkişaflar gündəmə gələ bilər. Onların həyatında müsbət bir xəbər sizi sevindirə bilər və ya birlikdə daha çox vaxt keçirə bilərsiniz. Eyni zamanda səyahətlər, ticarət, xarici ölkə ilə bağlı işlər və kommunikasiya sahələrində gözəl fürsətlər qarşınıza çıxa bilər. Həm zehni, həm də fiziki olaraq yenilənmək istədiyiniz xoş bir dövr sizi gözləyir. Son zamanlar zehni olaraq bir qədər sıxıldığımız üçün bu hərəkətlilik sizə yaxşı təsir edəcək. Merkurinin düzəlməsi ilə birlikdə aradığınız rahatlama da yavaş-yavaş özünü göstərməyə başlayacaq. Əziz qoçlar, enerjisi yüksək və üzünüzü güldürən bir həftə arzulayıram. Əziz boğalar və yüksələn boğa bürcləri. Həftəyə uzaq yerlərdən gələ biləcək xəbərlər ilə başlayırsınız. Bu həftə digər insanlara, xüsusilə həyatınızda biri varsa, o şəxsə daha çox arxalanacağınız bir dövr ola bilər. Partnerinizin gündəliyi, onun ehtiyacları və ya münasibətlərlə bağlı məsələlər sizi daha çox məşğul edəcək. Merkuri düzəlmədən əvvəl xüsusilə ikili münasibətlər və şəxsi həyatınızda həssaslıqlar, anlaşılmazlıqlar və ya qarşılıqlı laqeydlik kimi mövzular daha tez üzə çıxa bilər. Buna görə də bu təsirə diqqət yetirməyiniz faydalı olacaq. Bundan əlavə, keçmiş münasibətlərinizlə bağlı mövzular da yenidən qarşınıza çıxa bilər. Uzun müddətdir görüşmədiyiniz keçmiş partneriniz, yarımçıq qalmış bir əlaqə və ya keçmiş həyat yoldaşınız bu dövrdə yenidən gündəmə gələ bilər. Həftənin ümumi mövzusu isə münasibətlər üzərindən böyüməyiniz və inkişaf etməyiniz olacaq. Buna görə də şəxsi həyatınızla bağlı qərarlar verməli olsanız və ya fikriniz qarışıqdırsa, yaxın ətrafınızın fikirlərindən dəstək ala bilərsiniz. Partnerinizlə qısa müddətli planlar qurmaq, birlikdə səyahətə çıxmaq və ya onun bir səfəri varsa, ona kömək etmək kimi təsirlər də aktiv ola bilər. Bu həftə ünsiyyət quraraq bir çox çətinlikləri aşmaq mümkündür. Xüsusilə çərşənbə axşamı günü problemlərin həlli baxımından olduqca dəstəkləyici görünür. Çərşənbə günü isə həm sevdiklərinizlə, həm də yaxın ətrafınızla uzun müddətli planların ön plana çıxdığını görə bilərsiniz. Bu həftə Saturnun düz hərəkətə dönməsi ilə sosial çevrəniz, dostluqlarınız və gələcəyə yönəlik layihələrinizlə bağlı vacib məsuliyyətlər götürəcəyiniz bir dövr başlayır. Əgər bəzi dostlarınızla məsafə qoymalı olduğunuz və ya onlarla ortaq işləriniz varsa,
Bu sahələrdəki irəliləyişləri şənbə günündən sonra daha rahat görə bilərsiniz. Çünki Merkuri şənbə günü düzəlir və planlarınızı dəqiqləşdirmək daha asan olur. Merkurinin evlilik və münasibətlər sahəsində geri hərəkət etməsi bu həftə baş verən ünsiyyət aksaqlıqlarının da şənbə sonrası düzələcəyini göstərir. Əgər birliktəliyinizlə bağlı vacib qərarlar verməlisinizsə, şənbə sonrası bunu etmək daha sağlam olar. Əvvəlki qərarların dəyişmə ehtimalı yüksəkdir. Bazar günü isə şəxsi həyatınızda bəzi gərginliklərə diqqət yetirməlisiniz. Partnerinizlə sürtüşmələr, anlaşılmazlıqlar və ya kiçik reaksiyaların böyüməsi mümkündür. Siz dəyişirsiniz, əziz buğalar. Bu dəyişiklik hər kəs tərəfindən eyni sürətlə qəbul olunmaya bilər. Bu səbəbdən ətrafınızdakıların reaksiyalarına qarşı daha həssas ola və bəzən lazımından artıq cavab verə bilərsiniz. Münasibətlər, ortaq işlər və əməkdaşlıqlar baxımından ehtiyatlı olmaq faydalıdır. Gəmiləri yandırmayın. Həftənin ümumi təsirləri isə sizinlə birlikdədir. Veneranın yay bürcünə keçməsi ilə maliyyə mövzuları ön plana çıxır. Qarşıdakı 3 həftə ərzində səyahətlərə, təhsilə, əyləncəyə və müxtəlif imkanlara daha çox pul xərcləyə bilərsiniz. Partnerinizin maliyyə mövzuları da bu dövrdə əhəmiyyət qazanır. Bank, kredit, faiz kimi maliyyə prosesləri də hərəkətlənməyə açıq görünür. Əgər kredit götürməyi düşünürsünüzsə, bunu bazar günü sonrası nəzərdən keçirmək daha uyğun olar. Əvvəl Merkuri düzəlsin, sonra Venera yaya keçsin. Daha sağlam addımlar ata bilərsiniz. Əziz buğalar, sizin üçün gözəl və yeniliklərlə dolu bir həftə olsun. Əziz əkizlər və yüksələn əkizlər, həftəyə maliyyə mövzularının ön planda olduğu bir enerji ilə başlayırsınız. Gəlir-xərc balansınız, bank əməliyyatları, ödənişlər və maliyyə tənzimləmələri bu həftə sizin üçün əsas mövzu olacaq. Bazar ertəsi və çərşənbə axşamı bu durum normal görünə bilər. Amma həftənin qalanında da tez-tez zehninizin maliyyə məsələlərinə yönəldiyini, büdcənizi necə tarazlamalı olduğunuzu düşündüyünüzü fərq edə bilərsiniz. Bu həftə Veneranın həm Yupiter, həm də Saturn ilə qurduğu müsbət açı, işləyən əkizlər üçün gəlirlərin artacağını, maliyyə mövzularında vacib bir işi asanlıqla həll edə biləcəyinizi və ətrafınızdakı insanlarla maliyyə məsələlərini rahatlıqla danışa biləcəyinizi göstərir. İş həyatında göstərdiyiniz zəhmətin, maddi və mənəvi qarşılığını alacağınız dəstəkləyici bir dövrdəsiniz. Maliyyə axınının rahatlaması ilə yeni bir işə başlamaq, ağlınızdakı bir planı həyata keçirmək və ya sağlamlığınıza daha çox sərmayə qoymaq üçün bu həftə çox uyğundur. Yenə də bir nöqtəni unutmayın. Merkuri bu sahələrdə geri hərəkət edir. Bu səbəbdən qəti qərarlar vermədən əvvəl şənbə günü Merkurinin düzəlməsini gözləmək daha sağlam olar. Məcburən addım atmalı olsanız da, gələcəkdə fikirlərinizin dəyişə biləcəyini nəzərə alaraq ehtiyatlı hərəkət edin. Sağlamlıq yoxlamalarınız varsa, diaqnoz və ya müalicə təkliflərinə dərhal qərar verməmək, lazım gələrsə, bir neçə mütəxəssisdən fikir almaq daha doğru olar. Cümə günü Saturnun düz hərəkətə dönməsi isə karyera sahənizdə yeni məsuliyyətləri gətirir. 14 fevrala qədər iş həyatınızda vacib öhdəliklər götürə. Etdiyiniz işlərdə nəyin sizi məmnun edib etmədiyini daha aydın görə bilərsiniz. Uzun müddətdir üzərinizdə ağırlıq yaradan mövzuları yenidən qiymətləndirmək şansı əldə edəcəksiniz. Şənbə günü Merkurinin düzəlməsi ilə iş mühitində, gündəlik nizamda və sağlamlıq mövzularında yaşanan aksaqlıqlar geridə qalmağa başlayır. Daha rahat hiss edəcək, ünsiyyət problemlərinin həll olunduğunu fərq edəcəksiniz. Bazar günü isə diqqətli olmaq faydalıdır. İşləyirsinizsə, iş nizamınızda, işləmirsinizsə, gündəlik axınınızda ani gərginliklər yarana bilər. Ətrafınızda baş verənlərə qarşı daha həssas ola. Sosial mediada eşitdiklərinizə lazımından artıq reaksiya verə bilərsiniz. Yaxın qohumlar, qardaşlar və ya ailə böyükləri ilə bağlı məsələlərdə də sürtüşmələr ola bilər. Bu səbəbdən bazar günü mümkün qədər sakit qalmağa çalışın. Eyni gün Veneranın yay bürcünə keçməsi ilə qarşıdakı 3 həftə ərzində münasibətlərinizdə daha isti, kəşf dolu və əyləncəli bir dövr başlayır. Sevdiyiniz şəxslə səyahətlər, gəzintilər, yeni təcrübələr, münasibətləriniz haqqında danışmalar və birlikdə böyümə mövzuları ön plana çıxacaq. Bir-birinizə olan etimad artacaq, həm əylənəcək, həm də azadlığınızı qoruyaraq münasibəti daha möhkəm bir səviyyəyə daşıya biləcəksiniz. Əziz əkizlər və yüksələn əkizlər, möhtəşəm bir həftə olsun. Əziz xərçənglər
və yüksələn xərçənglər. Həftəyə başlayarkən diqqətiniz tamamilə ikili münasibətləriniz və şəxsi həyatınıza yönəlir. Həyatınızı paylaşdığınız şəxs, tərəfdaşınız və ya yaxın olduğunuz insanlar bu həftə sizin üçün hər zamankindən daha təsirli ola bilər. Öz planlarınızdan çox, başqalarının gözləntilərinə uyğun hərəkət etdiyinizi fərq edə bilərsiniz. Addımlarınız da buna uyğun formalaşa bilər. Həftənin ümumi enerjisinə baxdıqda, Veneranın Yupiter, Saturn və Neptun ilə qurduğu gözəl açı diqqət çəkir. Bu təsirlər xüsusilə sevgi həyatınızda arzuladığınız bir çox imkanların qarşınıza çıxa biləcəyini göstərir. Əgər uşağınız varsa, onunla bağlı məsələlərdə də çox xoş inkişaflar yaşaya bilərsiniz. Məktəb həyatı, gələcəyə dair atdığı addımlar və bacarıqları ilə bağlı sizi sevindirəcək vəziyyətlər ola bilər. Bu müddətdə ümumilikdə bir çox sahədə özünüzü daha şanslı və dəstəklənmiş hiss edəcəksiniz. Çətin hadisələr olsa belə, onları yaxşıca idarə edəcək, həyatı daha pozitiv tərəfdən görəcəksiniz. Keçmişdən gələn xəbərlər də içinizi isidə bilər. Yalnız ünsiyyət məsələlərinə biraz diqqət yetirmək faydalıdır. Çünki Merkuri sevgi sahənizdə geri hərəkət edir. Bu durum xüsusilə emosional həyatınızda və ya uşaqlar ilə bağlı məsələlərdə əvvəllər danışılmış problemləri yenidən gündəmə gətirə bilər. Amma yaxşı tərəfi budur ki, bu dəfə bu çətinlikləri həll etmək şansınız da olacaq. Cümə günü Saturnun düz hərəkətə dönməsi ilə gələcəyə dair planlarınıza təsir edən sahələrdə yeni məsuliyyətlər sizi gözləyir. Təhsil, səyahətlər, xarici əlaqəli işlər və ya hüquqi proseslərlə bağlı yavaşlayan məsələlər artıq daha aydın irəliləyəcək. Həyat yoldaşınızın ailəsi, qohumlar və ya qardaşlarla bağlı öhdəliklər də bu dövrün bir hissəsi ola bilər. Saturnun düzəlməsi bu sahələrdə həm intizam, həm də dəyərli təcrübələr qazanacağınızı göstərir. Şənbə günü Merkuri də düzəlir. Merkurinin sevgi sahənizdəki geri hərəkəti, keçmiş münasibətlərdən qalan məsələləri gündəmə gətirmiş, tərəfdaşınızla ünsiyyətdə bəzi qarışıqlıqlar yaratmış və ya uşağınızla əlaqədə artıq böyüdülmüş mövzular ortaya çıxarmış ola bilər. Artıq bunlar geridə qalır. Merkurinin düzəlməsi ilə riskli addımlar, investisiyalar və ya sevgi həyatınızla bağlı qərarlar barədə daha aydın, daha şanslı bir dövr başlayır. Bazar günü isə diqqətli olmalı olduğunuz bir gündür. Venera-Uranüs qarşıtlığı sosial çevrəniz, dostlarınız və şəxsi həyatınız arasında gərginlik yarada bilər. Kalabalıq mühitlərdə və ya sosial qruplarda gözlənilməz reaksiyalar verə, özünüzü gərgin hiss edə bilərsiniz. Uşağınızla münasibətlərdə də oxşar təsir görünə bilər. Eyni gün Veneranın yay bürcünə keçməsi, qarşıdakı 3 həftə ərzində iş nizamınıza, gündəlik öhdəliklərinizə və sağlamlığınıza daha çox diqqət ayıracağınızı göstərir. Merkurinin geri hərəkəti sizi yorsa da, artıq daha aydın görürsünüz. Həyatınızda nə davam etməli, nə bitməlidir. Gözləntiləriniz tam yerinə yetməsə də, bunun sizin xeyrinizə olduğunu anlayacaqsınız. Bu həftədən etibarən tamamilə yeni, təravətli bir dövr başlayır. Əziz xərçənglər, həm münasibətlərinizə, həm də işlərinizə inamla sarılın. Gözəl bir həftə arzuluyuram. Əziz şirlər və yüksələn şirlər. Həftəyə başlayarkən iş həyatı, gündəlik nizamınız və sağlamlığınız ön plana çıxır. Xüsusilə sümüklər, dişlər, dizlər və dəri ilə bağlı məsələlərdə bu həftə biraz daha həssas ola bilərsiniz. Buna görə də özünüzə diqqət yetirmək faydalı olacaq. Həftənin davamında diqqətiniz ikili münasibətlərinizə və şəxsi həyatınıza yönələcək. Bu həftə Veneranın müsbət təsirləri sizi dəstəkləyir. Ev və ailə ilə bağlı məsələlərdə çox gözəl təsirlər altındasınız. Evinizdə sülhü, təhlükəsizliyi və rahatlığı daha intensiv hiss edə bilərsiniz. Və ya evdə görülməsi lazım olan boya, təmir, düzəliş işləri varsa, bunların problemsiz irəlilədiyini görə bilərsiniz. Bundan əlavə, uzun müddətdir ailə üzvləri ilə bağlı bir sağlamlıq məsələsi ilə məşğul olursunuzsa, bu sahədə də sizi sevindirən inkişaflar ortaya çıxa bilər. Ailə böyükləri ilə münasibətləriniz və sevdiklərinizlə ev içindəki uyğunluq da kifayət qədər güclənəcək. Aranızda həll olunması lazım olan bir məsələ varsa, xüsusilə çərşənbə axşamı günü
ünsiyyət qurmaq üçün çox uyğun bir zaman olacaq. Həftənin mühüm hadisələrindən biri də cümə günü. Saturnun düz hərəkətə dönməsidir. Saturn bir müddət ortaq maliyyə sahənizi təsir edirdi və maddi məsələlərdə ehtiyatlı olmağınızı xatırladırdı. Artıq bu sahədə daha dəqiq qərarlar almaq istəyi artacaq. Maliyyə məsələlərini daha sağlam qiymətləndirə, cəsarətli, amma nəzarətli addımlar ata bilərsiniz. Tərəfdaşınızın maliyyə ilə bağlı yaşadığı maneələr və çətinliklər də yavaş-yavaş daha nizamlı bir prosesə keçə bilər. Bu dövr bir borc planı və ya maddi öhdəlik gündəmə gələ bilər. Şənbə günü isə Merkuri düz hərəkətə keçir. Bir müddət ev, ailə və yuva sahənizdə geri hərəkət edən Merkuri, ev dəyişməsi, alqı-satqı, köçmək və ya kirayə məsələlərində sizi biraz çətin vəziyyətə sala bilərdi. Şənbədən etibarən bu sahələrdə daha düzgün irəliləyən bir proses sizi gözləyir. Həm zehni olaraq rahatlayacaq, həm də uzun müddətdir gözlədiyiniz "oh be" hissini yaşayacaqsınız. Gəlin bazar gününə. Bazar günü ev içində gərgin bir hava yarana bilər. Kiçik bir mübahisə böyüyüb sülhü poza bilər. Bu gərginliyi tetikləyən şəxs biraz siz ola bilərsiniz, əziz şirlər. Çünki son vaxtlar duyğularınız daha tez qabarır. Xaricdəki hadisələrdən dərhal təsirlənirsiniz. Buna görə də xüsusilə ailə böyükləri ilə münasibətlərinizdə daha sakit və anlayışlı olmağa diqqət edin. Bazar günü Veneranın yay bürcünə keçməsi ilə sevgi həyatınız canlanır. Sevgi sahəsində daha azad, daha şən, daha macəralı bir dövr başlayır. Həm ehtiraslı, həm müstəqil hiss etdiyiniz, kəşf etmək arzusu yüksək olan, əyləncənin bol olduğu bir proses sizi gözləyir. İdmanla məşğul olmaq, sənət fəaliyyətlərinə yönəlmək və ya uşağınız varsa, onun fəaliyyətlərinə qoşulmaq üçün çox xoş bir zaman olacaq. Bu dövr risk almağa da daha açıqdır. Xüsusilə səhm bazarı kimi sahələrdə şansınız yüksək ola bilər. Xarici əlaqəli işlər, xarici şirkətlər və ya xarici ticarətlə bağlı investisiyalarda bu dövr sizin üçün daha gəlirli ola bilər. Parlaq və gözəl bir həftə arzulayıram. Əziz qızlar və yüksələn qızlar. Həftəyə xoş enerjilərlə başlayırsınız. Amma hər zamanki kimi bu xoşbəxtliyin belə müəyyən bir nizam və nəzarət içində olmasını üstün tutacaqsınız. Həm şəxsi həyatınızda, həm də uşaqlarla bağlı məsələlərdə istiqaməti müəyyən edən yenə siz olacaqsınız. Özünüzə qarşı da bu nəzarəti kifayət qədər hiss etdirə bilərsiniz. Məsələn, idman edirsinizsə, disiplininizi qorumaqda çətinlik çəkməyəcəksiniz. Diyet, sağlam həyat və ya diqqət yetirməli olduğunuz hər hansı bir mövzu varsa, bunları qaydaya salmaq sizə yaxşı gələcək. Bu həftə münasibətlər və ünsiyyət önəm qazanır. Yaxın çevrənizlə olan əlaqələrdə zaman-zaman sürtüşmələr yaşamış ola bilərsiniz. Çünki Merkuri də bu sahənizdə geri gedir. Amma ümumi mənada ünsiyyət, satış, tanıtım, reklam və marketinq kimi mövzularda göy sizə dəstək verir. Gələcəyinizlə bağlı atmaq istədiyiniz addımlarda sosial çevrənizdən güclü dəstək görə, dostlarınızdan kömək alaraq gəlirlərinizi artıra və ya gözlədiyiniz maliyyə məsələsinin həllini görə bilərsiniz. Həm şəxsi həyatınızda, həm iş mühitinizdə şansın yanınızda olduğunu hiss edəcəksiniz. Yaxın çevrənizdən biri ilə yeni bir sevgi əlaqəsinə başlama ehtimalınız da kifayət qədər yüksəkdir. Artıq mövcud əlaqəsi olan qızlar isə tərəfdaşları ilə qısa planlar qura, birlikdə hərəkət edərək gözəl bir axın əldə edə bilər. Bu həftə etdiyiniz qısa müddətli planların Merkuri geri getməsinə baxmayaraq, böyük ölçüdə doğru nəticələr verməsi ehtimalı yüksəkdir. Həftənin önəmli inkişaflarından biri də Saturnun irəli hərəkətə dönməsidir. Saturn bir müddətdir münasibətinizdəki məsuliyyət sahəsində sizi sınaqdan keçirirdi. Tərəfdaşınızın bəzi vəzifələri görməməzlikdən gəlməsi və ya münasibətdə yükü tam üstlənməməsi kimi hallar yaşamış ola bilərsiniz. İndi hər ikiniz də münasibətə daha möhkəm sahib çıxacağınız bir dövrə girirsiniz. 14 fevraladək olan müddət münasibətinizdə əsasları gücləndirəcək. Şənbə günü Merkuri düzəlməklə ünsiyyət sahəsində rahat bir nəfəs alacaqsınız. Hər cür ticarət işi, alqı-satqı, internet üzərindən həyata keçirilən əməliyyatlar və qərar tələb edən mövzular daha düzgün irəliləməyə başlayacaq. Bundan əlavə, qardaşlar, qohumlar və ya yaxın dostlarla yaşanan ünsiyyət problemləri də yavaş-yavaş həll olunacaq. Pozulmuş əşyalar, elektron cihazlar, gözləyən işlər,
Hər şey qaydaya düşür. Bazar günü isə diqqətli olmaq lazımdır. Venera-Uranus qarşıtlığı, yaxın və uzaq çevrəniz arasında bəzi anlaşılmazlıqların ola biləcəyini göstərir. Qardaşlarınız, qohumlarınız və ya ətrafınızdakı insanlar arasında fikir toqquşmaları baş verə bilər. Siz də onların məsələlərinin ortasında qala bilər və ya öz münasibətinizdə həssas reaksiyalar göstərə bilərsiniz. Trafikdə və gündəlik ünsiyyətlərdə daha sakit bir mövqe sərgiləməyə diqqət edin. Eyni gün Venera ev, ailə və yuva sahənizə keçir. Qarşıdakı 3 həftə boyunca evinizi nizamlaymaq, mühitinizi gözəlləşdirmək, qonaq qəbul etmək və ailə bağlarını gücləndirmək istəyə bilərsiniz. Evdə yeniliklər etmək, dekorasiya ilə məşğul olmaq və ya yaşam sahənizi daha geniş və rahat hala gətirmək sizə böyük sevinc gətirəcək. Bundan əlavə, uzaqdan gələn qohumları qəbul etmək və ya evdə daha sosial olmaq da gündəmə gələ bilər. Huzurlu və məhsuldar bir həftə arzuluyuram. Əziz tərəzi və yüksələn tərəzilər. Həftəyə ailəvi məsələlərin ön planda olduğu bir enerji ilə başlayırsınız. Bu dövrdə ev, yuva və yaxınlarınızla bağlı mövzular ağırlıq qazanarkən, maddi məsələlər də diqqətinizi çəkir. Çünki bir müddət artan xərcləriniz ola bilər və ya keçmişdə yaşadığınız bir maliyyə problemi yenidən gündəmə gələ bilər. Narahat olmayın. Pul axınındakı qüsurlar, planlarda yaranan əngəllər və sizi çətin vəziyyətə salan hallar bu həftə tədricən həll olunmağa başlayır. Şəraitin öz-özünə düzəldiyini hiss edə, əlinizdəki problemlərə daha asan həll yolları tapa bilərsiniz. Xüsusilə çərşənbə axşamı günü maliyyə ilə bağlı bir məsələni rahatlıqla həll edə bilərsiniz. Daha əvvəl danışılmış bir mövzu yenidən qarşınıza çıxa bilər və əgər bəzi halları siz gecikdirmisinizsə, narahatlıqların bir qisminin sizin diqqətsizliyinizdən qaynaqlandığını anlaya bilərsiniz. Yenə də çərşənbə axşamı maliyyə məsələləri baxımından çox dəstəkləyici görünür. Veneranın Yupiter və Saturn ilə qurduğu müsbət təsirlər karyera həyatınızda önəmli inkişafları gətirir. İşinizdə daha görünən ola bilər və uzun müddətdir gözlədiyiniz fürsətləri ələ keçirə bilərsiniz. Bu həftə etdiyiniz işin həm maddi baxımdan sizi məmnun etməsi, həm də ətrafınızdan dəstək və takdir almanız mümkündür. Bir müddət arxada toplayaraq idarə etməyə çalışdığınız detalların nə qədər faydalı olduğunu da görəcəksiniz. İş mühitinizdə birlikdə çalışdığınız insanlarla gələcəyinizi formalaşdıracaq gözəl addımlar ata və yanınızda olan insanların dəstəyini daha aydın hiss edə bilərsiniz. Cümə günü Saturnun irəli hərəkətə dönməsi bu təsirləri gücləndirir. Saturn bir müddət iş, xidmət və sağlamlıq sahələrinizdə yavaşlamalara səbəb olmuş, bəzi çətinliklər yaratmış ola bilər. İndi bu sahələrdə daha nizamlı, sistemli bir dövr başlayır. Birlikdə çalışdığınız insanların məsuliyyətləri daha yaxşı yerinə yetirdiyini, işlərin daha sağlam bir axara keçdiyini görə bilərsiniz. Şənbə günü Merkuri də maliyyə sahənizdə düzəlir. Bu dövrdə hesabsız xərclər, daxili qarışıqlıqlar və ya maddi narahatlıqlar yaşamış ola bilərsiniz. Niyə belə davranıram deyə düşündüyünüz anlar artıbsa, bu Merkurinin geri hərəkəti ilə əlaqədardır. Merkuri düzəlməklə maliyyə məsələlərində daha dəqiq düşünəcək, ticari addımlarınızı daha möhkəm atacaq və özünə inamınızı yenidən qazanacaqsınız. Bazar günü Venera-Uranus qarşıtlığı ani reaksiyalara və maliyyə mövzusunda gözlənilməz qərarlara açıq olduğunuzu göstərir. Tərəfdaşınızla bir gərginlik yaşansaydı, bunun dərhal maliyyə ilə bağlı qərar dəyişməsinə çevrilməsi mümkündür. Bu səbəbdən bazar günü lazımsız xərclərə və ani çıxışlara diqqət yetirin. Eyni gün Veneranın Oxatan bürcünə keçməsi ünsiyyət axışınızı sürətləndirəcək. Yaxın çevrəniz, qonşularınız, qardaşlarınız və qohumlarla olan münasibətləriniz canlanarkən, gəzmək, qısa səyahətlər etmək, yeni yerlər kəşf etmək sizə çox yaxşı təsir göstərəcək. Təhsil ilə bağlı planlarınızı sürətləndirə, qısa müddətli təhsil proqramları ilə üzünüzü güldürəcək inkişaflar yaşaya bilərsiniz. Huzurlu və məhsuldar bir həftə arzuluyuram. Əziz əqrəb və yüksələn əqrəblər. Həftəyə ünsiyyət axışınızın intensiv olduğu bir enerji ilə başlayırsınız. Qardaşlarınız, qohumlarınız və yaxın çevrənizlə keçirdiyiniz xoş anlar, quracağınız planlar sizi hərəkətə gətirərkən, bir neçə gün sonra evinizin sakitliyinə çəkilmək istəyə bilərsiniz. Çünki son dövrlərdə kifayət qədər yorulmuş ola bilərsiniz və bəzi planların təxirə salınması sizə hətta faydalı da ola bilər.
ruhən dincəlməyə ehtiyac duyduğunuz bir dövrdəsiz. Merkuri ilə Veneranın görüşməsi isə daxili fərqindəliyə işarə edir. Özünüzü bağışlamalısınız. Ətrafımdakı əqrəblərə tez-tez dediyim kimi, bu dövr öz iç dünyanıza dönüb işləmək üçün çox uyğun bir zamandır. Ailə düzümü, reqressiya və ya oxşar ruhani çalışmalar sizi olduqca rahatlada bilər. Niyə həmişə eyni vəziyyətləri yaşayıram? Əlaqələrimdə nəyi təkrar edirəm? Həqiqətən sevgini axtarıram, yoxsa güc və nəzarətmi? Kimi suallarınız arta bilər. Bütün bunlar özünüzlə üz-üzə gəldiyiniz bir dövrü göstərir. Başqalarının sizi bağışlamasından daha çox, bu prosesdə özünüzü bağışlamanız daha önəmli olacaq. Bu səbəbdən yarım qalmış və tamamlanması lazım olan hər şey, eviniz, görünüşünüz, sağlamlığınız və şəxsi həyatınıza dair bu həftə üçün çox uyğun bir zamandır. Veneranın Yupiter və Saturn ilə uyumlu bucaqları, təhsil və gələcək planlarda uzun müddətli dəstək aldığınızı göstərir. Bəlkə indi bəzi şeylər görünmür, amma arxa planda gələcəkdə böyük əhəmiyyət kəsb edəcək inkişaflar formalaşır. Buna görə tələsməyin, zorlamayın. Zamanı gəldikdə, bəzi şeylərin niyə gecikdiyini daha yaxşı anlayacaqsınız. Həftə boyunca ən vacib tövsiyə, sakit qalın. Çətinliklə üzləşsəniz də, özünüzü incitməyin, olmayanı zorlayaraq etməyə çalışmayın. Zamanı gəldikdə hər şey daha aydın olacaq. Cümə günü Saturnun irəli hərəkətə dönməsi, yaz aylarından bəri yaşadığınız gecikmələr və problemlərdən sonra romantik həyatınızda daha möhkəm addımlar atacağınız bir dövrün başladığını göstərir. Bir əlaqənin və ya bir uşağın məsuliyyətləri artıq daha aydın ola bilər. 14 fevraladək duyğusal mövzularda daha yetkin və nəzarətli davranacaqsınız. Şənbə günü Merkuri irəli hərəkət etməyə başlayanda, son bir həftədir şəxsi sahənizdə yaşadığınız ünsiyyət problemləri, yanlış anlaşılmalar və tıxanıqlıq arxada qalır. Artıq həm öz həyatınız, sağlamlığınız, görünüşünüzlə bağlı məsələlərdə, həm də dost çevrəniz və maddi sahələrdə daha aydın düşünəcək və daha rahat irəliləyəcəksiniz. Bazar gününə diqqət. Əvvəlcədən əgər tərəfdaşınız varsa, əlaqənizdə zaman-zaman boşluqlar və ya gərginliklər baş verə bilər. Tərəfdaşınızın sizi anlamadığını düşünə və ya onun daha sərbəst, daha proqnozlaşdırılmaz davrandığını hiss edə bilərsiniz. Gözləntilərinizi bir qədər yumşaltmanız və məsələləri böyütməməniz daha sağlam olacaq. Bu dövrdə böyük mübahisələrdən uzaq durmağa çalışın. Bazar günü Veneranın Oxatan bürcünə keçməsi ilə birlikdə 3 həftə boyunca maddi sahələriniz canlanacaq. Maliyyə məsələlərində daha cəsarətli, sərbəst və həvəsli davranmaq istəyə bilərsiniz. Bu dövrdə səyahətlərə, gəzintilərə, təhsillərə və ya zövq verən fəaliyyətlərə daha çox pul xərcləməyə meyilli olacaqsınız. Xoş və rahat bir həftə arzulayıram. Əziz oxatanlar və yüksələn oxatanlar. Həftəyə ayın Oğlaq bürcündəki təsisi ilə başlayarkən, maddi məsələlərin sizin üçün ön plana çıxdığını görəcəksiniz. Xüsusilə büdcə, xərclər və maliyyə tənzimləmələri bu dövrdə daha çox önəm qazana bilər. Merkurin geri hərəkəti isə sanki həyatınızın dərin, taleyüklü sahələrində irəliləyə bilmədiyinizi hiss etdirə bilər. Sanki eyni yerdə dönüb durur. Keçmişdə etdiyiniz səhvləri təkrar-təkrar düşünürsünüz kimi hiss edə bilərsiniz. Bu müddətdə bir qədər təklik istəyə, ətrafınızda insanlar olsa belə, daxili mənada özünüzü izolyasiya olunmuş hiss edə bilərsiniz. Xüsusilə özünüzə yüklənmə meyliniz arta bilər. Bunu niyə belə etdim? Orada səhv etdim kimi suallar daha tez-tez üzə çıxa bilər. Amma bu hissin böyük hissəsinin zehni yorğunluqdan qaynaqlandığını da qısa müddətdə anlayacaqsınız. Digər tərəfdən Veneranın həm Saturn, həm də Yupiter ilə qurduğu müsbət bucaqlar arxa planda gedən işlərdə gözəl nəticələr əldə etməyinizə kömək edəcək. Duyğusal baxımdan eniş-çıxışlı olsanız belə, əslində xarici şərtlərin düşündüyünüz qədər mənfi olmadığını və əksinə dəstək aldığınızı anlayacağınız hadisələr yaşaya bilərsiniz. Başqalarının mənbələrindən faydalanmaq, sürpriz köməklər almaq və sizi xoşbəxt edəcək bəzi fürsətlərlə qarşılaşmaq da gündəmə gələ bilər. Bu həftə Saturn irəli hərəkətə dönür. Saturn bir müddət ev, ailə və yuvanızda geri hərəkət edirdi. Yay aylarından bəri ailədaxili nizam, köç, məsuliyyətlər və evlə bağlı məsələlərdə yaşadığınız gecikmələr indi yavaş-yavaş toparlanmağa başlayır.
14 fevrala qədər davam edəcək dövrdə həm evinizi, həm də ailə münasibətlərinizi daha disiplinli şəkildə idarə edəcək, sərhədlərinizi və məsuliyyətlərinizi daha aydın görə biləcəksiniz. Merkurin şənbə günü düz hərəkətə keçməsi ilə həm karyeranızda, həm də şəxsi həyatınızda yaşanan ünsiyyət problemlərində bərpa başlayacaq. Uzun müddət planladığınız, amma bir addım ata bilmədiyiniz məsələlər artıq daha rahat irəliləyəcək və məqsədlərinizi daha aydın ortaya qoya biləcəksiniz. Bu da əhval-ruhiyyənizi gücləndirəcək. Bazar gününə isə diqqət. Sağlamlıqla bağlı məsələlər, iş mühitində qəfil baş verən hadisələr və ya gözlənilməz vəziyyətlər gündəmə gələ bilər. Gərginliyə açıq bir gün olduğundan mümkün qədər sakit qalmağa çalışın. İş birliyi etdiyiniz şəxslərlə münasibətlərdə zaman-zaman çətinliklər də ola bilər. Eyni gün Venera Oxatan bürcünə keçir və bu da sizi bir qədər rahatladacaq. Qarşıdakı 3 həftə ərzində özünüzə daha çox vaxt ayırmaq, görünüşünüzlə maraqlanmaq, geyim və tərzinizi yeniləmək istəyi artacaq. Sosiallaşmaq arzunuz güclənəcək. Özünə inamınız yüksəldikcə ətrafınızdan daha çox diqqət görəcəksiniz. Populyarlığınız artarkən, münasibətlər sahəsində də daha rahat hərəkət edə biləcəyiniz bir dövrə daxil olursunuz. Son həftələrin stresli enerjisi isə bazar günündən etibarən getdikcə azalacaq. Əziz oxatanlar, rahat və xoş bir həftə arzulayıram. Əziz oğlaqlar və yüksələn oğlaqlar, həftəyə tamamilə sizin enerjinizlə başlayırıq. Bu dövrdə həm şəxsi istəkləriniz, həm də üstünlük verdiyiniz mövzular ön planda olacaq. Əlinizdə olan hər detalı diqqətlə toplamaq, işlərinizi çətinlik çəkmədən yoluna qoymaq və həftənin ümumilikdə sizə yaxşı gəldiyini hiss etmək imkanınız olacaq. Qısaca desək, bu həftə sizin həftənizdir. Sonuna qədər dəyərləndirməyi unutmayın. Venera və Merkurin birləşməsi sosial çevrəniz və dostluq münasibətlərinizdə təsirlidir. Keçmişdə problem yaşadığınız, aranıza məsafə düşən insanlarla bu dövrdə yenidən danışmaq, problemləri həll etmək və yanlış anlaşılmaları aradan qaldırmaq üçün çox uyğun bir zamandır. Xüsusilə çərşənbə axşamını dəyərləndirə bilərsiniz. Bəzi dostluqlardakı incikliklər yavaş-yavaş həll olunmağa başlayır. Sosial çevrənizdəki bu hərəkətlilik həm şəxsi həyatınıza, həm də işinizə müsbət təsir göstərəcək. İş tərəfdə isə bəzən işlərinizin əngəl yarada biləcəyini və ya istədiyiniz kimi irəliləməyəcəyini düşünə bilərsiniz. Amma bu həftə tam əksinə, bir çox işin yoluna qoyulduğunu və keçmişdən qalan problemlərin həll olunduğunu görəcəksiniz. Bu müddətdə dəstək almağa daha meyilli olacaqsınız. İş birliyi, yaxın çevrədən gələn tövsiyələr və ünsiyyətlər sizə yaxşı təsir edəcək. Bu həftə Saturn da irəli hərəkətə keçir. Bir müddət ünsiyyət sahənizdə geri hərəkət edirdi. Yaxın çevrəniz, qardaşlarınız və qohumlarınızla olan münasibətlərdə qeyri-müəyyənliklər, istəksizliklər və ya yön itkiləri yaşamış ola bilərsiniz. Cümə günündən sonra Saturnun düzəlməsi ilə 14 fevrala qədər bu sahələrdə daha disiplinli, nə istədiyini bilən və sərhədlərini aydın qoyan bir mövqe sərgiləyəcəksiniz. Yaxın çevrənizdə kimlərlə davam etmək istədiyiniz və kimlərlə məsafəni qorumağınız lazım olduğu barədə dəqiq fərqindəliklər formalaşa bilər. Şənbə günü Merkurin düzəlməsi ilə sosial çevrənizdəki ünsiyyət problemləri böyük ölçüdə həll olunacaq. Son həftələrdə tez-tez görüşdüyünüz köhnə dostluqlar yavaş-yavaş gündəlik sosial həyatınıza yol verə bilər. Həmçinin çevrənizdə yaşadığınız problemlər də geridə qalmağa başlayır. Bazar günü isə sosial mühitlərdə bir qədər daha ehtiyatlı olmanız faydalı olacaq. Kütləvi qruplarda və ya dost mühitində şəxsi həyatınızdakı insanla kiçik gərginliklərə açıq ola bilərsiniz. Veneranın Oxatan bürcünə keçməsi ilə qarşıdakı bir neçə həftə ərzində enerjinizi bir qədər geri çəkmək, özünüzə vaxt ayırmaq və zehni yığmaq daha faydalı ola bilər. Bu müddətdə xaric əlaqəli işləriniz və planlarınız da sürət qazana bilər. Hərəkətli, sosial və eyni zamanda yeniləyici bir həftə sizi gözləyir, əziz oğlaqlar. Gözəl bir həftə arzulayıram. Əziz dolça və yüksələn dolçalar. Bu həftəyə sanki biraz fasilə verin enerjisi ilə başlayırsınız. Gəlin dəftərləri bağlayın, dərin nəfəs alın, biraz ara verin. Mənim də yüksələnim dolça olsa da, bu həftə enerjiniz bir qədər geri planda qala bilər və ya həftəyə uyğunlaşmaqda çətinlik çəkə bilərsiniz. İşlər gözünüzdə böyüyə bilər, ard-arda xəbərlər gələ bilər və bəzi vəziyyətləri idarə etməkdə çətinlik çəkə bilərsiniz. Xüsusilə sosial mühitinizdə və dostlarınıza verdiyiniz sözlərdə diqqətli olun. Keçmişdə ötüşdürdüyünüz
və ya yüngül saydığınız bəzi öhdəliklərin əslində qarşı tərəf üçün nə qədər vacib olduğunu anlayacaqsınız. Həmçinin dostlarınızla aparılan layihələrdə də diqqətli olmalısınız. Ümumiyyətlə, karyera və peşə həyatınız baxımından olduqca məhsuldar bir həftə sizi gözləyir. Atdığınız addımlar uzun müddətli olacaq, zəhmətiniz görünəcək və cəmiyyət tərəfindən dəyərləndiriləcək. Çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günlərini yaxşı qiymətləndirin. Bu günlərdə iş və karyera sahənizdə müsbət inkişaflar, gözəl fürsətlər və zəhmətinizin qarşılığını aydın şəkildə görəcəyiniz təsirlər var. Kalabalıq mühitlərdə daha çox vaxt keçirə bilərsiniz, amma səhvləri də adətən bu cür mühitlərdə etmə riski daşıya bilərsiniz. Əgər ananızla aranızda gərginlik varsa, çərşənbə axşamı bunu həll etmək üçün addım ata bilərsiniz. Həmçinin karyeranızda yaşanan çətinliklər və ya sıxılma hissi də bu günlərdə həll olunmağa açıq olacaq. Cümə günü, Saturn düz hərəkətə qayıdır. Saturn maliyyə sahələrində geri hərəkətdə idi. Yay aylarından bəri pul məsələlərində bəzi nəzarətsizliklər yaşamış ola bilərsiniz. İndi isə düz hərəkətə qayıdaraq 14 fevrala qədər maliyyə mövzusunda daha diqqətli və məsuliyyətli olmalısınız. Əgər son bir neçə ayda xərclərdə sərbəst davranmışsınızsa, gələcəkdə bir qədər çətinlik yaşaya bilərsiniz. Amma düzgün addımlar atsınız, bu proses asanlaşacaq. Şənbə günü Merkür də düz hərəkətə keçəcək. Merkürün karyera və iş sahələrində geri hərəkəti ifadə çətinliklərinə və bəzi əngəllərə səbəb olmuşdu. İndi isə ünsiyyət və iş mövzusunda daha rahat hərəkət edə biləcək, özünüzü daha aydın ifadə edə biləcəksiniz. Bazar günü diqqətli olun. Xüsusilə ailə və ev mühitində gərginliklər yarana bilər. Ani qəbul edilən qərarlar və ya ani reaksiyalar ətrafınızdakiları təəccübləndirə bilər. Amma eyni gün Venüs yay bürcünə keçməklə sosial mühitiniz hərəkətlənir. Dostlarınızla vaxt keçirmək, sosial dəvətlər və fəaliyyətlər artır. İşdən əldə olunan gəlirlərinizdə də müsbət təsirlər görmək mümkündür. İşdən və evdən qalan vaxtlarda sevdiklərinizə vaxt ayırmaq və sosial əlaqələrinizi gücləndirmək həyatınıza xoşbəxtlik və mənəviyyat qatacaq. Hərəkətli, sosial və eyni zamanda yeniləyici bir həftə sizi gözləyir, əziz dolça və yüksələn dolçalar. Gözəl bir həftə arzuluyuram. Əziz balıqlar və yüksələn balıqlar. Bu həftə sosial mühitiniz olduqca hərəkətli başlayır. Dostlarınızla planlar qura, fərqli mühitlərdə ola və yeni insanlarla tanış ola bilərsiniz. Amma həftə hərəkətli başlasa da, çərşənbə axşamından sonraki bir neçə gün özünüzə vaxt ayırmaq, istirahət etmək və enerjinizi toplamaq vib olacaq. Çünki biraz yorğun hissədə, ruhunuzu toparlamağa ehtiyac duya bilərsiniz. Bu həftə Venüsün həm Yupiter, həm də Saturn ilə qurduğu müsbət bucaqlar aktivdir. Gələcəyinizi maraqlandıran işlərdə, səfərlərdə və ticarət fəaliyyətlərində həyat sizin tərəfinizdə olacaq. Yolunuzda irəliləyərkən məsuliyyətlərinizi yerinə yetirir, sərhədlərinizi müəyyən etməyi öyrənirsiniz. Yay aylarından bəri Saturnun bürcünüzdəki geri hərəkəti səbəbindən bəzi məsuliyyətlər gecikmiş və ya təxirə salınmış ola bilər. Artıq Saturn deyir ki, qalmaqda olan işləri tamamlamalısan. 14 fevrala qədər bu məsuliyyətləri yerinə yetirməlisiniz. Cümə günü Saturn düz hərəkətə qayıdır və dərhal sonra həyatınızda sağlamlığınız, görünüşünüz, önəmli qərarlarınız və ümumi həyat tərzinizlə bağlı məsuliyyətlər ön plana çıxacaq. Bu döv, vaxtın idarəsi və sərhədlərin aydın şəkildə müəyyənləşdirilməsi baxımından çox kritikdir. 2 ildir öyrəndiyiniz dərslər, təcrübələr və sərhədlər bu həftə yenidən gündəmə gələcək. Merkür və Venüsün yaxınlaşması isə xüsusilə səmimi olduğunuz və ya daha az tanıdığınız insanlarla aranızdakı problemləri həll etmək, anlaşılmazlıqları aradan qaldırmaq üçün fürsətlər təqdim edir. Səfərləriniz sürətlənə bilər, ticarət işlərinizdə müsbət inkişaflar görünə bilər. Şənbə günü Merkürün düz hərəkətə keçməsi ilə ticarət fəaliyyəti, təhsil və xaricdə əlaqəli işlər sahəsində daha rahat hərəkət edə biləcəksiniz. Partnyorunuzun ailəsi ilə yaşanan çətinliklər də artıq arxada qalmağa başlayacaq. Bazar günü Venüs-Uranüs qarşıdurması səbəbindən səfərlərdə, avtomobil idarə etmədə və ətraf mühit faktorlarında diqqətli olmaq lazımdır. Tanımadığımız insanlarla münasibətlərdə gərginliklər yarana bilər. Sosial çevrənizdə yeni tanış olduğunuz insanlar arasında da anlaşılmazlıqlar ola bilər. Sosial mediada paylaşdıqlarınıza diqqət yetirin. Müdafiə etdiyiniz mövzular fərqli qəbul edilə bilər.
Fırıldaqçılıq və aldatma kimi hallara qarşı ehtiyatlı olmaq vacibdir. Eyni gün Venüsün yay bürcünə keçməsi ilə qarşıdakı 3 həftə ərzində karsera və peşə həyatınızda münasibətlərinizi gücləndirəcəyiniz bir dövr başlayır. Bu dövr ana tərəfi və ailə münasibətlərini də dəstəkləyir. Ananız, ailə böyükləriniz və ya evlisinizsə, həyat yoldaşınızın ailəsi ilə əlaqələr güclənə bilər. Azadlıqsevər davranışlarla hərəkət etmək, sosial mühitlərdə diqqət çəkmək və təcrübə toplamaq üçün uyğun bir zamandır. Əyləncəli və macəra dolu tərəfləriniz ön plana çıxacaq, ətrafınızdakıların diqqətini çəkəcəksiniz. Həyatınızda kimsə yoxdursa, bu dövr yeni bir münasibətin başlaması və ya evliliklə bağlı önəmli qərarlar üçün fürsət təqdim edə bilər. Merkür və Saturnun düz hərəkətə keçməsi ilə həyatınızda bir partnyor varsa, uzunmüddətli plan və layihələrdə uyğunluq və dəstək görə biləcəksiniz. Əziz balıqlar və yüksələn balıqlar, sizə gözəl və məhsuldar bir həftə arzuluyuram.